Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Yaxşı olasınız. Bu arada biraz sağalmışam, yaxşıyam. Ha deyirəm, danışmayım, bu qalmaqala düşməyim. Abaş qoymurlar da. Az həydə, baboşdan qutardın. Bayram nurlu qəşək sənin iynəni vurdu. Naxçıvandan o belə quşladığın vaxtlarından. Spacer gəldin, təpənə qapaz qoydular. Bu tərəfə keçdin. İndi də istəyirsən YouTube'dan təpənə qapaz vursunlar, səni yola salsınlar. Bəs dana abrın həyən olsun. İndi biz danışmırıq, dinmirik. Hamının deyir şeyini, keçmişində bir zadı var. Nə qaraq indi sən keçmişini aşağı ortalığa qoyaq. Səni millətə təqdim edir. Sən hansı namusdan, qeyrətdən danışırsan. Bəkirin belə atasına nə deyim olsun. Ağzımızı niyə açdırırsan? Niyə qoymursan xalq otursun karabasında sakit? Niyə istəyirsən ki biz çönək sənə başqa sözlər deyə? Get tullanmağın dalından, o yetmilərinə niyə bizim qarışımızdan çörək edir? Nətərilə ya bunların əlini neyiniyək? Hərəsi bir dənə YouTube, Instagram açıblar, adlarını jurnalist qoyublar. Sən kimsən, sən bizim haqqımızda danışırsan, bəsdir də, ayıbdır, bəsdir də, neyini duraq davə eləyək səndən? Qadınsan, get otur yetimlərini saxla, get öz işindən məşğul ol. Sən yaxşı peşəkar olsaydın, işini bilən olsaydın, kanalda saxlayardılar sənin. Kəllənə bir yumruq qoysan oradan bayır atmazdılar. Bəsdir də, indi biz də ağzımızı açaq. Birini sən deyəsən, 15'ini mən deyəcəm. Nə istəyirsən, ayıb qalxır. Vallahi mənim kəlləmi qızdırarsan, gedib səni, o deyir, o kişmiş boyda da o götünün saplağı var, ağzımı açmam. İndi sən Allah bilir, keçmişində hansı poxlar yemirsən. Niyə istəyirsən ki, biz sənə ağzımıza gələn deyək? Səndən işimiz yox, gücümüz yox. Açmırsan səhifəni, oradan zəhər qazanırsan, yetimlər və git zəhər və qazada. Bizim adımızı çəkmə də. Belə şey olar. Nə kişisi qanır, nə arvadı qanır, nə qədər olar, bəsdir də. Bəs də abırsız, həyasız, bəsdir də. Sadəcə olaraq bəzi arada olan insanlar var ki, onlar arada durub mutilalıq eləyirlər. Bəlkə ona görə belə hal yaranıbdır ki, Niyaməddin müəllim mahnını sildirsə, mən düşünürəm ki, Niyaməddin müəllim elə insan deyil və Qumralın oxumağına da icazə verər. Mənə də dəfələrlə Hikmət Aslanov neçə mahnısını oxumuşam. Yəni, bütün mahnılarımı demək olar ki, Hikmətdən oxumuşam. Amma bir mahnıya görə, görsən, götürdü mahnını sildi. Amma düşünmürlər ki, bizim öz millətimizin qızıdır, öz evladımızdır, özümüzünküdür. Erməni oxumayıb ki, qıraq adam oxumayıb ki, özümüzünki oxuyub da, nə olar oxuyanda? Mahnının əti yiyiləcəkdir, nabrut qoy oxusun, hamı oxusun, nə olar? Və düşünürəm ki, Niyaməddin mənim həqiqətən də çox böyük ürəkli insandır və mən onun mahnılarını oxumuşam, həmişə də uğur qazanmışam və Niyaməddin müəllimdə düşünürəm ki, bu mənim işimdən gəldi, söylədim, Qumralın oxumağına icazə verər. Bu arada qaynaqlarımı çıxartdırmışam. Bu arada bir söz deyim, mən sənətə təzə gələndə dəyərli xalq artistimiz, dəyərli sənətkarımız Niyaməddin Musayevin mahnılarına mən də müraciət eləmişəm. Gələndə demək olar ki, 6-7 mahnısını oxumuşdum və mənə icazə də vermişdi. Niyaməddin mənim çox gözəl insandır, çox böyük sənətkardır və o heç vaxt mahnılarımı oxuma deyib heç kəsə qadağan eləmir. Qumralı da çox istəyirəm. Təranə xanımın əsəblərinin cilovlanmağını da başa düşürəm. Valideyn həmişə öz evladı üçün istər-istəməz çabalayırsan da, mənim də başıma dəfələrlə bu gəlib. Mən Aysun üçün bax o hərəkətləri eləmişəm. Valideyn də əlbət göz balasını müdafiə etməlidir. Bu çox normaldır, çox gözəl də mən dəstəkləyirəm Təranə xanımı. Əsl ana belə olmalıdır. Və təbii ki, Niyaməddin müəllim də bizim hamımızın əzizimizdir, canımızdır. Mən düşünürəm ki, Niyaməddin müəllim Qumrala oxumağa icazə verəcəkdir.